Hər vaxtınız xeyirli olsun xanımlar və bəylər. Xıdalan şəhərində bir dənə gözəl həyət evi gəlmişəm təqdimata, dəyərli izləyicilərimiz. Həyəti geniş, maşın saxlar, rahat. Bütün kommunallar var. Dəhliz hissəsi geniş, dəyərli izləyicilərimiz. Kürsülü, şəxsi ev axtaranlar ekranı yaxına əyləşsin. Gəlin çəkilişinə dəyərli izləyicilərimiz, həyətindən başlayaq. Bir dənə həyətinə baxın necə geniş, səliqəlidir. Rahat həyətinə bir maşın daxil olur, dəyərli izləyicilərimiz. Səliqəli evdir, padvalda kim var? Hündür, quru bir ərazidə yerləşir. Bu evi qaçırmayın, dəyərli izləyicilərimiz. Bu evin arxa hissəsinə də keçmək olur, yəni evin hər tərəfinə keçmək olur. Sulağına kimi hamısı vurulub, kürsülü. Daxil olaq evə doğru. Bax, 5 daş dəyərli izləyicilərimiz. 1, 2, 3, 4, 5 daş kürsülü, dəhliz hissəsi. Geniş belə səliqəli dəhliz hissəsi var. Burada yerləşir mətbəx. Bir də mətbəxin genişliyinə baxın. Qoşa daşla tikilib. Şəxsi evdir, dəyərli izləyicilərimiz. Şəxsi ev axtaranlar ekrana yaxın əyləşsinlər. Şirin ev tapmışam, şirin qiymətə. Burada yerləşir bir yataq otağı, bir də yataq otaqlarının genişliyinə baxın. Səliqəli evdir, təmiri ideal, super bir ev. Burada da yerləşir bir yataq otağı, tam təmirli. Qiymət 54.000 manat. Real alıcı olsa təbii ki indirim olunacaqdır. Bu son deyil, dəyərli izləyicilərimiz. Burada da hamam sanuzerdir. Keçək qonaq otağına sizi tanış edeyim. Geniş səliqəli belə qonaq otağı var. Bax, qonaq otağına bir dənə baxın, dəyərli izləyicilərimiz. Avtobus dayanacağına 300 metrə, 250 metrə məsafədə. Kimə maraqlıdır, səhifədə nömrə var, əlaqə saxlaya bilərsiniz. Xırdalan şəhərindədir, dəyərli izləyicilərimiz. Səhifəni takib eləməyi unutmayın. Kim nə sual var, verə bilər. Sağ olun, salamat qalın.